Əsmanur, cümlənin əsası nə deməkdir? İcrası hərəkət. Mən yazı yazdım cümləsində. İcrası hansıdır? İcraçı mən. Əylə, keç, doğrudur. Ümid, müsbət obraz nədir? Müsbət obraz yaxşı obraz. Çox xeyirxah obrazdır. Mənfi obrazlardan Savaşam. savaşır. Saray. Mətn üzrə çəkilmiş şəkil necə adlanır? İllüstrasiya. Doğrudur. Fərhad. Plan nəyə əsasən tutulur? Necə? Yarın başlığı. Yarım başlıqlara əsasən doğrudur. Dəniz, Kür çayının uzunluğu nə qədərdir? 15-15 Afərin. 1515 nə dəniz? kilometr. Kilometr, afərin. Azərbaycan neçə ölkə ilə quru sərhəddi var? Doğrudur. Konkret isim nədir? Keç. Konkret isim nədir? Gözlə görünməyənsin. Necə? Gözlə görünməyənsin. Əl, keç. Konkret isim nədir? Gözlə görünməyənsin. Aha, ağac konkretdir yoxsa mücərrəd? Konkret. Nə üçün? Çünki ağac görürük. Görünür, əyləş, doğrudur. Tək ədədlə tək ədədin cəmi cüt olur, yoxsa tək? Cüt. Necə izah eləyərsən? Məsələn 7 təkdir. Sonra bir də 7 təkdir. 7-dən 7-yə toplayanda da 10. Doğrudur. Neçə iki rəqəmli ədəd var? 2 rəqəmi 99. Niyə 99? Neçədən başlayır? 90. 90 dənə. 10-dan başlayır, 99-da bitir. Aha, Fərhad. Yelizaveta kim idi? Əyləş. Kim idi Yelizaveta? İngiltərə kraliçası. Doğrudur, keç. Azərbaycanın ilk jokeyi kim idi? Əli Tağıyev. Doğrudur. Miyeri jokeyi dedim, eləmi jokeyi? Doğrudur, aha. Azərbaycanın ilk prezidenti kim olub? Ayaz Mütəllibov. Doğrudur. Ümummilli liderimiz kimdir? Heydər Əliyev. Doğrudur. Azərbaycan harada, Bakı şəhəri harada yerləşir? Şamaxıda. Bakı şəhəri harada yerləşir? Buyur, Bakı şəhəri. Xəzər dənizdə Abşeron yarımadasında. Xəzər dənizində, yoxsa dənizin Xəzər dənizinin sahilində. sahilində? Yaxşı. Fəsillər necə yaranır? Yer kürəsinin güneşin ətrafında fırlaması ilə. Doğrudur. Afərin sizə. Bu samiti kardır, yoxsa cingiltili? Çay. Kardır, doğrudur. Misil nə deməkdir? Misal. Misil. Misil nə deməkdir? Vurma. Nə? Vurma. Doğrudur. Çaxnaşma nə deməkdir? Yaxınlaşma.